Azərkosmosun əsas yerüstü peyk idarəetmə mərkəzi ilə daha yaxından tanış olacağıq. Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos 2010-cu ildə təsis edilib, 2021-ci ildə isə Azərbaycan Kosmik Agentliyi statusunu alıb. ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan Azerspace 1 orbitə buraxılır. Bu peykin üstünlüklərindən biri də telekommunikasiya sahəsində digər ölkələrdən olan asılılığın aradan qaldırılması olur. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə kosmik cihaz qayırmanasiyası qoyulur. 2008-ci ildə isə Azərbaycanda kosmik layihələrin həyata keçirilməsinə başlanılır.